Dünyanın en büyük neft ve gaz ehtiyatlarından birine sahip olan bir ülke düşünün. Məntiqlə bu ülkenin vətəndaşları Qətər veya BAE'deki kimi lüks içinde yaşamalıdır. Amma reallıq qorxunçludur. İnsanlar böyrəklərini satmaq üçün xəstəxana divarlarına elan yapışdırır. Gənclər gələcəklərini yox, sadəcə bugünün necə sağ çıxacaqlarını düşünürlər. 45 ildir ki bu ülke inqilab adı altında idarə olunur. Amma bugün inqilab öz övladlarını yeyir. Mollalar saraylarda yaşayarkən xalq niyə zibilliklərdə çörək axtarır? Və ən əsası, İran rejimi həqiqətən çökür, yoxsa bu sadəcə bir illüziyadır? Xoş gəldiniz. Bugün pərdəni qaldırırıq. Gəlin rəqəmlərdən başlayaq. Amma darıxdırıcı statistika yox, həyatın özü. İran pul vahidi riyal. Hazırda o dünyanın en değersiz kağıt parçalarından biridir. Bir səhər yuxudan oyanırsınız ve görürsünüz ki cibinizdeki pulun değeri yarbayarı azalıb. İranda bu sadece çərşənbə günüdür. İnflyasiya rəsmi rəqəmlərdə 40-50% göstərilir. Amma real həyatda ət, süd, dərman, qiymətlər 100%, 200% artıb. Sanksiyalar, bəli, təsiri böyükdür. Amma tək səbəb bu deyil. Səbəb sistemli korrupsiyadır. Siz bazarda 1 kilogram toyuq ala bilmədiyiniz halda rejimin elit təbəqəsi, yəni ağazadələr, məmurların uşaqları Kanadada, Londonda Ferrari sürürlər. Onların Instagram hesablarına baxsanız sanksiya görə bilməzsiniz. Şampanlar, bahalı saatlar, lüks villalar. Bu pullar hardan gəlir? Sizin cibinizdən. Neft gəlirləri xalqın rifahına yox, Suriyeyə, Livana, Yemənə və rejimin öz təhlükəsizlik aparatına xərclənir. İranlı bir fəhlənin maaşı ayın sonuna çatmır. İnsanlar zibil qutularına qızıl mədəni kimi baxmağa başlayıb. Və ən dəhşətlisi ümidin inflyasiyası. İnsanlar artıq sabahın daha yaxşı olacağına inanmırlar. 2022 il sentyabrı, Tehran. 22 yaşlı gənc bir qız Məhsa Əmini metro stansiyasından çıxır. Onun cinayəti nə idi? Terrorçuluq, oğurluq, xeyr. Onun cinayəti saçının bir hissəsinin görünməsi idi. Əxlaq polisi, yəni Qəşti Erşad, onu mikroavtobusa mindirdi, bir neçə saat sonra isə ailəsinə onun cəsədini verdilər. Rəsmi səbəb ürək tutması. Amma heç kim buna inanmadı. Və o an 40 illik qorxu divarı çatladı. İran qadınları dünyanın ən cəsurlu hərəkətini etdilər. Onlar rejimin simvolu olan o məcburi hicabları çıxarıb tonqaçlara atdılar. Küçələr zen, zendegi, azadlıq şüarları ilə inlədi. Rejimin cavabı nə oldu? Göz yaşardıcı qaz, rezin güllələr, kaş ki sadəcə bu olardı. Onlar döyüş güllələri ilə atış açdılar. Xüsusi təyinatlılar qəsdən etirazçı qızların gözlərinə atış edirdi. Bəli, düz eşitdiniz, gözlərinə. Yüzlərlə insan öldü, minlərlə insan həbsxanalara atıldı. Edam kranları yenidən işə düşdü. Amma bu dəfə fərqli bir şey oldu. İnsanlar evlərinə qayıtmadı. Məhsa Əmininin ölümü sadəcə bir qığılcım idi. Altındakı barut isə illərdir yığılan qəzəb, yoxsulluq və azadlıq həsrəti idi. İran rejimi güclü görünməyə çalışır. Nüvə proqramları, ballistik raketlər, Rusiyaya satılan şahid dronları. Dövlət televiziyasında hər gün böyük qələbələrdən danışırlar. Amma pərdə arxasında sistem çürüyür. Molla rejimi iki şeyi itirdi. Legitimlik, artıq dindar təbəqə belə onlara inanmır, məscidlər boşalır. Və qorxu, gənc nəsil, yəni Gen Z sizin 1979-cu il inqilabınızı tanımır. Onlar internet dövrünün uşaqlarıdır. Onlar dünyanı görürlər və öz həyatları ilə müqayisə edirlər. Onları cəhənnəm vədi ilə aldada bilməzsiniz, cəhənnəm qorxusu ilə sustura bilməzsiniz. Çünki onlar cəhənnəmi artıq bu dünyada yaşayırlar. İran rejimi indi küncə sıxılıb. İqtisadiyyat çöküb, su ehtiyatları quruyur, Urmiya gölünə baxın və xalq artıq islahat istəmir. Onlar dəyişiklik istəyir, tam və qəti dəyişiklik. İranın gələcəyi necə olacaq? Bunu proqnozlaşdırmaq çətindir. Diktaturalar illərlə sarsılmaz görünər, amma bir gecədə çökərlər. Külün altında köz hələ də yanır. O qızların saçları kəsilsə də cəsarətləri kəsilmədi.
O gənclər öldürülsə də fikirləri ölmədi. İran tarixi boyu dəfələrlə işğal olunub dağıdılıb, amma hər dəfə küllərindən yenidən doğulub. Amma bu dəfəki düşmən xaricdə deyil, bu dəfəki düşmən içərdə taxtın ən başında oturub və o taxt artıq laxalayır. İzlədiyiniz üçün təşəkkürlər. Həqiqətləri görmək üçün abunə olun. Hələlik.